Salam əziz abituriyentlər, bugünkü gün Newtonun birinci, ikinci, üçüncü qanuna aid nümunə sualların izahına baxacağıq. Başlayaq birinci sualımızdan. Sıxlığı rho olan bir cism metal kürənin radiusu r-dir. Kürənin kütləsi hansı ifadə ilə təyin olunur? Kürənin kütləsi m bərabərdir rho vurulsun v düsturu ilə hesablanır. Kürəvi cismin həcmi isə 3-dən 4 pi r kubudur. Onda düsturumuz olacaq m bərabərdir 3-dən 4 pi r kubu rho. Doğru cavabımız A variantı. Növbəti sual. Həcmi 4 litr olan mayenin kütləsi 2 kg-dır. Mayenin sıxlığını hesablayın. Həcmi verib bizə 4 litr. 4 litr 4 vurulsun 10 üstü mənfi 3 kub metr yazacağıq. Və kütləmiz də m bərabərdir 2 kg-dır. Bizdən sıxlıq istəyir. Rho bərabərdir m böl v. Yəni 2 bölünsün 4 vurulsun 10 üstü mənfi 3. Bu da 2000 bölünsün 4 eləyəcək. Doğru cavabımız 500 kilogram bölünsün kub metr. Doğru cavab E variantı. Növbəti sualımız. F2 qüvvəsi hansı qiymətdə cisim bərabər sürətlə hərəkət edər? Newton birinci qanuna əsasən demişik ki, cismin bərabər sürətlə hərəkət etməsi üçün əvəzləyici qüvvəmiz sıfıra bərabər olmalıdır. İndi cismə əks istiqamətdə 3 qüvvə təsir eləyir. F1 və F2 qüvvələri eyni istiqamətdədir, F3 isə onların əksinədir. Demək ki, bizim əvəzləyici qüvvəmiz F1 plus F2 çıx F3 düsturu ilə hesablanır, o da bərabərdir 0. Yəni bu əvəzləyici qüvvəyə bərabərdir, əvəzləyici qüvvəmiz də 0-dır. Yəni 10 üstə gəlsin F2 çıxılsın 40 bərabərdir 0. Buradan F2 bərabər olacaq 30 Newtona. Doğru cavabımız E variantıdır. Sonra növbəti sualımız. Cismə bir-biri ilə 60 dərəcəli bucaq əmələ gətirən F1, 3, F2, 4 Newton qüvvə tətbiq edilmişdir. Bu qüvvələrin əvəzləyici modulunu hesablayın. İxtiyarı bucaq altında təsir edən zaman əvəzləyici qüvvəmizin düsturu kök altında F1-in kvadratı üstəgəl F2-nin kvadrat üstəgəl 2 F1, F2 kosinusu alfa düsturundan hesablanır. Bərabərdir. Kök altında 3-ün kvadratı üstəgəl 4-ün kvadratı üstəgəl 2 vur 3 vur 4 vurulsun kosinus 60'da da 2'də 1 qiymətini alır. O da bərabərdir. Kök altında 9 üstə gəlinsin 16 üstə gəlinsin 12. Bu deyilir kök altında 37 Newton. Doğru cavabımız C variantı. Növbəti sualımız. Maddi nöqtəyə tətbiq olunmuş 3 Newton və 11 Newton qüvvənin əvəzləyicisi hansı qiymətə ala bilər? Əvəzləyici qüvvəmiz cismə tətbiq olunan qüvvələrin cəmindən böyük ola bilməz, fərqinin modulundan da kiçik ola bilməz. Ona görə də bizim əvəzləyici qüvvəmizin ala biləcəyi ən kiçik qiymət 11 çıx 3 8 Newtondur. Ən böyük qiymət isə 11 üstə gəl 3 14 Newtondur. Yəni 14 ilə 8 arasında istənilən ədədi ala bilər. Məsələn 15-i ala bilməz. 9-u ala bilər. Ondan sonra 7-ni ala bilər. 7-ni daha doğrusu ala bilməz. 20-ni ala bilməz. 1 Newtonu da ala bilməz. Cavabımız olacaq C variantı 9. Sonra 33-cü sual. Bu sualda biz proyeksiyadan danışacağıq. Qüvvənin toplananlarından danışacağıq. Çünki qüvvələrimiz bucaq altında yerləşir. Gəlin əvvəlcə F1 qüvvəsinə baxaq. F1 qüvvəsinin 2 dənə toplananı var. Biri bu istiqamətdədir. 1 Newtondur. Hər bölgünü 1 Newton qəbul edək. F1 qüvvəsinin digər toplananı isə budur. O da 2 Newtondur. İndi gəlin F2'ye. F2'nin sadəcə bir dənə toplananı var. O da 1 Newtondur. Sola doğrudur. F3 qüvvəsi 1 Newton aşağı. 1 Newton da sağadır. İndi gəlin baxaq. 2 Newton sağa, 1 Newton sola. Avtomatik burada 1 Newton gedəcək, qalacaq sağa 1 Newton. Sonra F1 qüvvəsi 2 Newton yuxarı, F3 qüvvəsi 1 Newton aşağı. Demək ki 1 Newton da yuxarı qaldı. Onda bizim əvəzləyici qüvvəmiz həmin qüvvələrin arasından çıxan qüvvə olacaq və istiqamətimiz olacaq bu istiqamətdə. Doğru cavabımız A variantı olacaq. Növbəti sualımız. F qüvvə vektorunun Y və X ox üzərində proyeksiyalar. Fx bərabərdir. X çıxılsın X sıfırdır. Fy bərabərdir. Y çıxılsın Y sıfırdır. X sondur. Sonumuz 4'dür. Vektorun sonundan gəldik. 4 çıxılsın, başlanğıcı isə 10'dur. Eləcək mənfi 6 Newton. Fy-ə gəldikdə isə Fy-imizin sonu 8'dir, başlanğıcı 4'dür.
Ona görə də 8 çıxılsın 4 eləyəcək 4 Newton. Fx 4, Fy, daha doğrusu Fx mənfi 6, Fy 4. Fx'imiz mənfi 6, Fy'imiz 4. B variantı uyğundur. Növbəti sualımız cisimə təsir edən qüvvələrin əvəzləri üçün proyeksiyanın zamandan asılı qrafik verilmişdir. Cismin sürətinin proyeksiyanın zamandan asılı qrafiki hansıdır? Deməli, bizim burada qüvvəmiz görürük ki, birinci hissədə 0T1 intervalında bizim qüvvəmizin proyeksiyası mənfidir. Demək ki, təcridimizin proyeksiyası mənfi olacaq. İndi mən elə qrafik seçməliyəm ki, qrafikin birinci hissəsində təcridimiz mənfi olsun. A variantında cisim x ox istiqamətində yeyinləşəndə burada təcridin proyeksiyası müsbətdir. B variantında cisim x ox istiqamətində yavaşlayanda təcridimizin proyeksiyası mənfidir. D variantında təcridimizin proyeksiyası mənfidir. Y və C variantlarında təcridin proyeksiyası müsbətdir. Birinci hissədən gedir söhbət. Burada isə təcridimizin proyeksiyası ümumiyyətcə sıfırdır. Demək ki, bu variantları sildik. İndi gəlir ikinci hissə. İkinci hissədə isə cismə qüvvə təsir etmir. Cismə qüvvə təsir etmirsə, cismin sürəti sabit qalmalıdır. Deməli, bizdə D variantı ilə B variantı qalmışdı. D variantının ikinci hissəsində sürətimiz sabit deyil. Ona görə bu getdi. Sadəcə təcridimiz 0 bərabər sürətli hərəkət B variantı uyğundur. Doğru cavabımız B variantıdır. Yəni, sürətin proyeksiyasının zamandan asılı qrafik əvvəlcə yavaşlayan, sonra bərabər sürətli. 58-ci sual. Kütlələri M1M, M2, 2M olan iki maddi nöqtə radiusları R və 2R olan çevrələr üzrə modulca eyni sürətlə hərəkət edir. Maddi nöqtələrə təsir edən əvəzləyici qüvvələri müqayisə edin. Çevrə üzrə hərəkətdə mən əvəzləyici qüvvənin MA yazacağım. A-nın da yerinə V kvadratı bölünsün R yazacağıq. Çünki eyni sürətlə deyir, sürətimiz sabitdir. Onda bizim qüvvəmiz kütlə ilə düz, radiusdan tərs mütənasibətlə qalır. Yəni F1 böl F2 bərabər olur. M1 böl M2 vur R2 böl R1. Bərabərdir. M1-in yerinə M yazacağıq, M2-in yerinə 2M yazacağıq, vurulsun. R2 2R'dir, R1 isə R'dir. Nəticə olacaq 1. Demək ki, F1 F2-yə bərabər olacaq. Doğru cavabımız D variantıdır. Növbəti sualımız cismə təsir edən F1, F2 və F3 qüvvələrin əvəzləyici üçün modulunu hesablayın. Yəni 3 dənə qüvvə təsir eləyir. Bu 3 qüvvənin, bax burada bizim F3 qüvvəmiz Pifaqor teoreminə görə F3-ün özü kök altında F1-in kvadratı üstə gəlsin F2-in kvadratına bərabərdir. Yəni F3 qüvvəmiz 6-nın kvadratı üstə gəl 6-nın kvadratı eləyəcək. Deməli kök altında 36 vurulsun 2'dir. 6 kök altında 2. F3'ü tapdıq 6 kök altında 2. İndi bizə qüvvələrin əvəzləyicisini istəyir. Bu iki qüvvənin əvəzləyicisi elə F3 istiqamətindədir. Bir dənə də F3'ümüz var. Ona görə də bizim əvəzləyici qüvvəmiz F1 plus F2 plus F3'dür. Biz F1 ilə F2'nin elə F3'ə bərabər olduğunu bilirik. Onda bizim əvəzləyicimiz olur 2 dənə F3. O da eləyir bizdən ötürü 2 vurulsun 6 kök altında 2. O da eləyəcək 12 kök altında 2 Newton. Doğru cavabımız E variantı. 80-ci sual. Düz xətlə hərəkət edən 4 kiloqram kütləli cismin koordinatı zamandan asılı qrafiki verilmişdir. İlk 2 saniyə müddətində bu cismə təsir edən qüvvələrin əvəzləyici modulunu hesablayın. İlk 2 saniyə ərzində bu cismin əvvəlcə təcridini tapacağım. Mən S bərabərdir AT kvadratı bölünsün 2 üstündən istifadə edəcəm və təcridi tapacağım. 2S bölünsün T kvadratı. O da bərabərdir 2 vur 10 bölünsün 4. Bu da eləyəcək 5 metr bölünsün saniyə kvadrat. Bərabər təcridli hərəkətli 5 saniyə 10 saniyə fərqi yoxdur. Cismə təsir edən qüvvəmiz eyni olacaq. Onda Fx'imiz bərabərdir. Modulunu istəyir. Ona görə Fx yox, elə F'in özünü yazacağım. Bir dəqiqə bunu silək. F bərabərdir M vur A'dır. O da bərabərdir 5 vurulsun kütləmizdə 4'dür. Eləyəcək 20 Newton. Doğru cavabımız 20 Newtondur. Növbəti sual. Kütləsi 200 qram olan cisim hərəkət tənliyi verilmişdir. Cismə təsir edən qüvvəni hesablayın. Əvəzləyici qüvvəmiz F bərabərdir MA'dır. M'imiz 200 qramdır, yəni 0,2 kiloqramdır. Vurulsun. A'nı isə hardan tapacaq? T kvadratın qarşısındakini 2'yə vurmaqdan. Yəni bizim təcilimiz 4 vur 2'dir. Eləyəcək 8.
Son doğru cavabımız olacaq 1,6 Newton. C variantı. Növbəti sualımız. Sapın gəlmə qüvvəsi 15 Newton olarsa F dartı qüvvəsini hesablayın. Biz demişdik ki, sistemin təcili sabitdir. Sistemin təcili sabit olduğuna görə F ilə M düz asılıdır. Yəni biz belə yazacağıq. Təcilləri bərabərləşdirəcəyik. F qüvvəsi bütün kütləni daşıyır. Yəni F bölünsün 6M bərabərdir. T isə sadəcə 3M daşıyır. T bölünsün 3M. Bu da sistemin təcilidir, bu da sistemin təcilidir. Təcillər bərabər olduğuna görə bu iki ifadəni bərabərləşdirdik. Bizə lazım idi F-i tapmaq. F-imiz də bərabərdir. T vurulsun 6M bölünsün 3M. Bu da 2T-yə bərabər olur. Eləyir 2 vur 15 olur 30 Newton. Doğru cavabımız D variantı. Növbəti sualımız. Disk mərkəzindən keçən şaquli O1 O2 ox ətrafında sabit 10 radian bölü saniyə bucaq sürətlə fırladılır. Uzunluğu 50 cm olan, uzunluq 50 cm-dirsə, demək ki, radiusumuz 50 cm-dir. Yəni onu mən 0,5 metr yazacağım. Bucaq sürətimiz isə 10 radian bölünsün saniyədir. İndi bizdən deyir ki, digər ucuna isə kütləsi 300 qram olan cisim bağlanmışdır. Cismin diskə nəzərən sükunətdə qalarsa ipin gəlmə qüvvəsi. Yəni bu cismə ipdən mərkəzdən qaçma qüvvəsi təsir eləyir və ip də gərilmiş olur. Ona görə də ipin gərilmə qüvvəsi həmin mərkəzdən qaçma qüvvəsinə bərabər olur. Yəni MA-ya. O da bərabərdir. M-imiz 300 qramdır, yəni 0,3 kg vurulsun. A-nı hardan tapacağıq? Omega kvadratı R-dən. O da bərabərdir. 100 vurulsun 0,5. Eləyəcək bizdən ötürü 50. O da olur 15 Newton. Doğru cavabımız 15 Newtondur. Növbəti sualımız. Deyir ki, yüklər sistemi hərəkətə başladıqdan sonra 3 saniyə ərzində ikinci cisimın yer dəyişməsi modunu hesablayın. Hərəkətə başladıqdan deyirsə, demək ki, onlar sükunət vəziyyətinə hərəkətə başlayıb və ikinci cisimın yer dəyişməsini AT kvadratı bölünsün 2 ilə yazacaq. Çünki sistemin kütlə təcili eyni olur. Təcili isə hardan tapırıq? Böyük kütlə çıxılsın, kiçik kütlə bölünsün kütlələrin cəmi vurulsun J düsturuna əsasən. Yəni 6 çıx 4 bölünsün 6 üstə gəl 4 vurulsun J-imiz də 10'dur. Eləyəcək 2 metr böl saniyə kvadrat. Bərabərdir. İkinci cisimdən danışırsa, ikinci cisimin təcili eyni olacaq. Yəni 2 vurulsun zamanda eynidir. 3'ün kvadratı bölünsün 2. O da eləyəcək bizdən ötürü 9 metr. Yəni cavab 9 metrdir. Növbəti sualımız. Sükunət vəziyyətindən hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzləyici cisim proyeksiya zamanı hansı qraf verilmişdir? İlk 10 saniyə müddətində cisim 20 metr yol gedərsə, ilk 30 saniyə müddətində cisim nə qədər yol gedər? Deməli, 2 dənə fərqli qüvvəmiz varsa, demək bu cisim 2 təcil alıb. 2 təcil alırsa, burada 2 hərəkət var. Birinci hərəkətin sonu, ikinci hərəkətin başlanğıcıdır. Yəni, bizim birinci hərəkətimizin son sürəti A1T düsturu ilə hesablanacaq. İkinci hərəkətimizin sürəti isə V0, yəni V1 üstə gəl və yaxud da çıxılsın. Üst modul olaraq yazıram, üstə gəl AT. İndi işarəsi nədirsə onun yerinə yazacaq. Yəni proyeksiya olaraq yazaq, sonra da işarəsinin yerinə yazarıq. İndi bizə lazımdır təcili tapmaq. Mənə deyir ki, birinci halda gedilən yolumuz sükunət vəziyyətindən hərəkətdir. AT kvadratı bölünsün 2 düsturundan əvvəlcə A1 təcilini tapacağım. A1 bərabərdir 2S bölünsün T kvadratı. O da bərabərdir 2 vurulsun S-imiz 20'dir. Bölünsün 100. O eləyir 0,4. İndi mən birinci hissədə kütləni təyin edirəm. F bölünsün A. O da 4 bölünsün 0,4. Kütləmiz olur 10 kilogram. İndi gəlib ikinci hissədə artıq kütləni bildiyimə görə ikinci hissədə cisimin aldığı təcili tapıram. F bölünsün M. O da 2 bölünsün 10 eləyir 0,2. Vəssalam. İndi mən birinci halda cisimin son sürətini tapa bilərəm. Yəni 0,4 vurulsun 10. İlk 10 saniyə gedib 0,4 ilə. O da eləyir 4 metr bölünsün saniyə. Artıq bizim ikinci halın başlanğıc sürəti neçə oldu? 4 metr böl saniyə. İkinci halda cisimin yer dəyişməsinin düsturu budur. V0T çıx AT kvadratı bölü 2. O da bərabər 4 vurulsun 2. İkinci hissədə cisim 20 saniyə müddətində hərəkətdə olur. 20 çıxılsın 0,2 vurulsun 20'nin kvadratı bölünsün 2. O da eləyir 80 çıxılsın 40.
olacaq 40 metr. Demək ki, ikinci hissədə cisim 40 metr yol gedib. Birinci hissədə neçə metr yol getmişdi? 20 metr. Onda cisimin 30 saniyə ərzində getdiyi yol 20 üstə gəlsin 40 eləyəcək 60 metr. Doğru cavabımız 60 metrdir. Sonra tərpənməz blokdan keçirilmiş uzanmayan və çəkisi nəzərə alınmayan ipdən şəkildə kimi yüklə asılmışdır. Sistemin təcilini hesablayın. Sistemin təcili yenə də böyük kütlə çıxılsın kiçik kütlə. Böyük kütləmiz neçə m-dir? 4m-dir. 4m çıxılsın 2m, bölünsün 4m üstə gəlsin 2m vurulsun j. Bu da eləyir 2m bölünsün 6m vurulsun j. O da olur j böl 3. Doğru cavabımız E variantıdır. Növbəti sualımız ipin gəlmə qüvvəsini hesablayın. İpin gəlmə qüvvəsi üçün hazır düsturumuzu vermişdik. 2m1 m2 bölünsün m1 plus m2 vurulsun j. O da bərabərdir. 2 vur 3 vur 1 bölünsün 3 üstə gəlsin 1 vurulsun 10. O da bərabərdir. 4'də 6 vurulsun 10. O da eləyir bizdən ötürü 15 Newton. Doğru cavabımız A variantıdır. Növbəti sualımız ipin F gəlmə qüvvəsinin 12 Newton olduğunu bilərək ipin T gəlmə qüvvəsini hesablayın. Deməli, burada sistemin təcili sabitdir. A-mız konstantdır. A-mız konstant olduğuna görə qüvvə ilə kütlə düz mütənasib asılıdır. İndi bizə deyir ki, bu qüvvəmiz 12 Newtondur. İndi fikir verin. M kütləsi 12 Newtonsa 2M kütləsi artıq olacaq 24 Newton. Bura 24 ise burada 24 Newtondur. Çünki eyni ipdir. Yəni oradakı gərilmələr bir-birinə bərabər olmalıdır. İndi 3M-ə 24 Newton düşürsə, 3M-ə 24 Newton düşürsə, onda hər M-ə neçə Newton düşəcək? 8 Newton düşəcək. T gərilməmiz də 2M-ə uyğun olduğuna görə bizim T gərilməmiz olacaq 16 Newton. Doğru cavabımız 16 Newtondur. Yəni belə yaza bilərik onu. 24 bölünsün 3M bərabərdir. T bölünsün 2M yaza bilərsiniz. Onda T'miz bərabər olur. 8 vurulsun 2, 16 Newton. Sonra başlanğıc sürəti 4 metr bölü saniyə, kütləsi isə 4 kiloqram olan cismin hərəkət istiqamətinə yönələn 8 Newton qüvvənin təsiri altında 12 metr yol getmişdir. Onun son sürətini hesablayın. Deməli, kütləmiz verilib 4 kiloqram və cismə təsir edən 8 Newton qüvvədə verilib. Onda mən cismin hərəkət təcilini tapa bilirəm. F bölünsün M. 8 bölünsün 4 eləyir 2. Metr böl saniyə kvadrat. İndi bu cisim hərəkət istiqamətində olduğuna görə, hərəkət istiqamətində təsir göstərdiyinə görə bizdə onun son sürətini hesablayın deyir. Deməli, mən yol və sürət verildiyinə görə mən düsturu belə yazaram. Son sürətimizin düsturunun kökü altında V0 kvadrat çıxılsın 2AS. Üstə gəlsin, daha doğrusu 2AS düsturundan istifadə edirəm. Bərabərdir. Kök altında 16 üstə gəlsin 2 vurulsun 12 vurulsun təcilimiz də 2'dir. O da bərabərdir. Buradan yazaq. 48 üstə gəlsin 16 kök altına 64 eləyər. O da bizdən ötürü 8 metr bölünsün saniyə edir. Doğru cavabımız 8'dir. Növbəti sualımız radiusu 8 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən 0,2 kiloqram kütləli cisim A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə müddətində çatır. Yəni 45 dərəcəni 0,5 saniyə müddətində çatır. Ona təsir edən mərkəzi qaçma qüvvəsini hesablayın. Deməli, mən nə edəcəm? Mərkəzi qaçma qüvvəsini tapmaqdan ötürü M-i A-ya vurmalıyam. Mən A-nı tapmalıyam. A-nı mən buradan periyod tapa biləcəyimə görə 4pi kvadratı R bölünsün T kvadratı düsturundan istifadə edə bilərəm. İndi bizim 45 dərəcəmiz 360'ın hansı hissəsidir? Ona baxacağıq. Deməli, bizim zamanımız periyodun hansı hissəsidir? Onu tapmalıyıq. Yəni 45 bölünsün 360 vurulsun T hissəsidir. Bu da eləyir 8'dən 1 T. Onda periyodumuz 8T'yə bərabərdir.
T'miz 0,5-dirsə, 8 vurulsun 0,5 periyodu tapırıq 4 saniyə. Sonra təcili gəlib təyin edirik. 4 vurulsun, 10 vurulsun, radiusumuz 8'dir, bölünsün, periyodumuz 4'dür, kvadratı 16 edəcək. Bunlar ixtisar olunsa 2, ixtisar olunsa 2, qaldı 20. Təcili 20 tapdıq, F də bərabərdir. M-imiz 0,2'dir, vurulsun 20, o da eləyəcək 4 Newton. Doğru cavabımız 4 Newtondur. Bu qədər şagirdlər, diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın, bəyənin, paylaşın ki, digər abituriyentlər də bundan istifadə edə bilsin. Sağ olun.